burada gör nə qədər maşın var. Biz bu maşınla getsək, Allah bilir ki 3 saata çatarıq buradan. Gəl elə yaxşısı avtobusa gedək. Olar. Toya gedir Şahbaz bəy. Belə keçən bəzənmişik. Yəni, bizim təcrübəmiz var da, gedək. Deyirlər 17 gedir elmlərə. Nigar, nə olub? Narahatsan sən? Yox. Nəsə şübhələr yarandı. Bəlkə o aynadır, nə bilim, nəqliyyat agentliyi. Onlar sizə bəlkə pul verirlər reklam üçün. Mənim xəbərim yoxdur. Sənin xəbərin olmayan bir şey yoxdur. Olmuş olsaydı bilərdin yəqin. Olmazmı ki, nara adamlar kimi toya maşınla ya da taksi ilə gedir. Mütləq özümüzü biabır etməliyik. İctimai nəqliyyat yaxşı şeydir. Mən özüm ondan tez-tez istifadə edirəm. Sadəcə toya da getməzlər ki, avtobuslar. Basa bax. Azad prospekti bundan daha yaxşıdır. Necə baxsın? Alınmadı ki, minə bilmədik. Astana qala gedək. Çox da rahat deyil Şahbaz bəy. Baxın, gəl indi burada 28-də minib, bir də gedib Röfbətanda düşəcək. Narahat olma, hər şey əla olacaq. Mən narahat deyiləm, ağladım. Bax, biz saat 6-da çıxdıq, düzdür. İndi də 9-a işləyib çatmışıq bura. Düz vaxt çox getdi, amma rahat gəldik də. Gəlib çıxdıq ki, vacibdir ki, belə yekə maşınlarda gələk. Elə avtobusla gəldik də.